Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bu gün sizinlə müsahibə mərhələsində hansı meyarlar əsasında qiymətləndiriləcəyi o haqqda danışmaq istəyirəm. Müsahibə mərhələsində 5 meyar əsasında qiymətləndiriləcəyi ilk öncə özünü təqdim etmədir. Özümüzü təqdim edərkən nitqimiz səlis, sərbəst, anlaşılan olmalıdır. Səs tonuna, tembrinə fikir verməliyik. Müsahibənin uğurlu keçməsinin 80%-i bu mərhələnin uğurlu keçməyindən asılıdır. Qətiyyən çaşmaq olmaz. Özünü təqdim etmə zamanı bizi 8 balla qiymətləndirəcəklər. İkinci olaraq icmalın təqdimatıdır. Biz gündəlik planımızı təqdim edəcəyik. Hər birimizin şəxsi kabinetinə 5 icmal nümunəsi gələcək. Bu icmal nümunəsini doğru düzgün, ad standartlarını, standartdan çıxan təlim məqsədlərini, məqsəddən çıxan meyarlar, iş üsulları, iş formaları və s. icmal necə yazılır? O formada doğru ardıcılıqla yazmağımız və orada axıcı formada təqdim etməyimiz bizim 12 balımız deməkdir. Üçüncü olaraq ünsiyyət bacarığıdır. Həm müsahibə götürənlərin bizi doğru anlaması, həm də bizim müsahibə götürənləri doğru anlamağımız deməkdir. Bunun üçün bizə 4 bal verilir. Dördüncü olaraq pedaqoji səriştəlikdir. Yəni, metodika ilə bağlı bilgilərimiz yoxlanılır. Bu 8 balla qiymətləndirilir. Beşinci olaraq təhsil alanların qiymətləndirilməsidir. Bilirik ki, ümumi məktəblərində şagirdlər 3 istiqamətdə qiymətləndirilir. Diaqnostik, formativ və summativ. Bu haqda bizim bilgilərimiz yoxlanılacaq. Ümumilikdə 40 bal üzərindən qiymətləndiriləcək, 20 balı keçən müsahibəni keçmiş olacaq.